Keçmişdə Azərbaycan qadınları igidlikdə kişilərdən heç də geri qalmırdılar. İndi də elədir. İslam həmrəylik oyunlarında qadınlarımız gördülər ki, kişilər çalışırlar, vuruşurlar, finala çıxırlar, amma uduzurlar, məsələni öz əllərinə götürdülər. Məsələn, dünən güləşçimiz Jalə Əliyeva 5 görüş keçirtdi və hamısında qalib gələrək tarixdə ikinci dəfə bu titulu qazandı. Və halal olsun, görüşdən sonra öz anasına qələbəni həsr elədi və həmçinin də məşqçiləri qeyd etdi. Bakılı qızımız Dina Ulyanova və onun komandası basketbol 3-3 yarışında 5 qələbə qazandılar və tarixdə 3-cü dəfə bu yarışların titulunu əldə etdilər. Dina da yarışdan sonra 2017-ci ildə Bakı qələbəsini qeyd etdi və əlavə elədi ki, inşallah 4-cü qələbə də gələ bilər. Ümumiyyətlə, İslam həmrəylik oyunlarında qadınlarımız qızıl medalları daha çox qazanırlar, nəinki kişi idmançılarımız. İndi bunu nə ilə izah edeyim, çox çətindir. Məsəl üçün, cüdoçu Südabə Ağayevanı qeyd edək və yaxud da komanda yarışında kişilərlə yanaşı Fidan, Günel, Aytacın qələbələri, karateçimiz İrina Zaretska. İnşallah ümid edirik ki, yarışın qurtarmağına 2 gün qalır və qızıl medallarımız çox olacaq və fərqi yoxdur onları kişi idmançılar qazansın, yoxsa qadın idmançılar. Əsas odur Azərbaycanın qələbələrini görək.